xeyir olsun. Bu günlərdə Cumalar yolunun üstündə Lider Zafravkanın yaxınlığında, Otskilər yolunda, Həsas yolunun üzərində belə bir evimiz satışa çıxdı. Evimiz 10 sot torpağın içində yerləşir. Evimizin ərazisi 10 sotdur. Qazı, işığı, suyu, Wi-Fi da belə mövcuddur. O ərazidən yaxşı bir dənə obyekt yeri tikə bilərsiniz. Bax bu barını götürüb buradan obyekt yeri, yem zavodu, nə desəniz yarada bilərsiniz. Buyurun içərilərində sizlərə təqdim edək. Burada bizim yanı məhləmiz. Obyekt yerində bu hissəyə sala bilərsiniz. Həsas o tərəfdən də yolu var, o küçədən də yolu var, bu küçədən də yolu var. Burada töylədir, bir də əldamlarımız var. Buyurun, oralarda təqdim ediyoruz sizlərə. Zəhmət olmasa buradan verən də təqdim edin obyekt yerini. Yirminin 27, 20 metrin 20 metre ərazisi var. Yəni tam şəkildə böyük bir obyekt inşa edə bilərsiniz. Burada toylaları zadı. Burada çöl üçün hamam və samıcın təsis olunubdur. Təmiri yaxşı vəziyyətdədir. Bu hissəsində bir buynuzda mal saxlamaq üçün oxurlar da daşdan hörlü təsis olunub. Çornopol da tam şəkildə bərp olunubdur. Yuxarında təqdim edin. Hörmətli tamaşaçılar, bu ərazi tam öz şəxsi məqsədi ilə tikilmiş ərazidir. Yəni sat üçün nəzərdə tutulmayıbdır. Bu ərazində bir dənə əldamıdır. Oranda çəkinsiz. Yeminizi, zadınızı yığa bilərsiniz. Bu ərazidə böyük cüzə saxlamaq üçün indir. Daşdan tikilibdir. Və ərazidə də belə bir naves təsis olunubdur. Qaraj kimi də istifadə eləmək olar. Və ərazidə də xırda buynuzlu heyvan saxlamaq mümkündür. Ora xırda buynuzlu heyvanın yay üçün istifadə olunan yeridir. Burada zimlidir. Yəni xırda buynuzlu heyvanı saxlaya bilərsiniz. Bu da oxurlar da tam təsis olunubdur. Bu ərazidə yenə bir dənə əldam kimi istifadə olunur. Bu hissədə də hamam və samizin təsis olunubdur. Burada çəmin yerləşdirilib. Burada da bir dənə hamam orta təmirlidir, yəni qara sıvaqdadır. İsti soyuq suyu tam təsis olunubdur. Hörmətli tamaşaçılar, evimizin bu hissəsindən də, bu küçədən də içəriyə giriş var. Əsas Mazraslar yolun trasın düz qırağından oradan da girişi var. Yəni hər zaman buradan da giriş edə bilərsiniz, o tərəfdən də giriş edə bilərsiniz. Buyurun evlərin də şəhrini təqdim edək. Burada evimizin mətbəx hissəsidir. Burada tam təmirli vəziyyətdədir. Kapeli də işlənilibdir. Xuna mebel üçün. Bu hissəsi də evimizin giriş hissəsidir. Bu hissədə kaldordur. Kaldorun bu hissəsi zaldır, qonaq otağıdır.
Qonaq otağı da təmirli vəziyyətdədir. Ya istəyirsən gəlin girin zala. Hörmətli tamaşaçılar, bu hissəsi də bir dənə yataq otağıdır. Təmiri orta vəziyyətdədir. Yəni qarası vaxtdır, amma üzdənlikdir. Yəni təmir eləyə bilərsiniz. Bu hissəsi də bir yataq otağıdır. Buranın da təmiri orta vəziyyətdədir. Buranı da təmir eləyə bilərsiniz. Hörmətli tamaşaçılar, evimiz 2 otaq, 1 zal, mətbəx, hamam və samizəndən ibarətdir. Evimizin ərazisi 10 sot torpaqdır. Evimizin qazı, işığı, suyu, Wi-Fi da belə təsvir olunubdur. Evimizin ərazisindən də obyekt yeri inşa edə bilərsiniz. Sizlə mən idim, babam Akril, əlaqə nömrəsi 051 ilə 541 88 62 070 669 0001. Hörmətli tamaşaçılar, evimiz tam paket kupsadır. Yəni alan adam var, Hasan Xidmətdə adlarına keçirə biləcəklər. Qiymət 51.000 manatdır. Razılaşma yolu da var. Allah alana da, satana da xeyir versin. Sağ olun, gələn görüşlərə.